Əliağa Vahidin doğulduğu evdir, Əliağa Vahidin evi olub. Bu evi, bu heyət bacanı mənim rəhmətli babam 1930-cu ildə Əliağa Vahiddən alıb. Mən də həmin bu heyət bacada dünyaya göz açmışam, dünyaya gəlmişəm. 5 il bu heyət bacada yaşamışıq. Mənim demək olar ki, körpəlik illərim, uşaqlıq illərim bu heyət bacada, bu məhəllədə keçib. Balaca bu heyət bacada çox istilik, mehribançılıq vardı. Burada yuxarıda biz yaşayardıq. Sonra burada mənim babam yaşayardı. Sonra aşağıda bizim yəni o vaxtlarda yəni kasıbçılıq illəri idi də heyət bacaları yəni ev eşiği o kvartirant deyirdilər, kvartirant verərdik. Sonra dolanmaq üçün də özü çox yüngül bir qiymətə ki, yəni dolanışıq. Yadıma gəlir həmin bu aşağıda bu evdə bir deməli Qarabağlılar vardı. Ona mən elə o Bakılı dilində desək Mömə deyərdim. Hökmə Mömə deyərdik. O qədər ki, yəni mehribançılığımız vardı. Onun oğlu vardı, Ağabala. Yəni onlar mənim hindiyə kimi gözümün qabağındadır, uşaqlıq illərində yadımdadır. Sonra bu aşağı evdə deməli bizim bir yəni Tatar qonşularımız vardı. O adı onların adı yadımdan Ənvər idi adı kişinin. Onlar da demək olardı ki, belə çox mehriban. Bu heyət bacada o qədər mehribançılıq istiliyi var idi ki, hər gün bu heyət bacada demək samavar qaynanardı. Sonra oturardılar. Hələ bir ki, 3-4 məsələn bu ailə vardı, yaşayırdı burada. Bu 3-4 ailənin içində seçilməzdi ki, bunlar bir ailədirlər, yəni ki, hərəsi ayrı-ayrı ailədirlər. Allah Seyyid-Əzimi rəhmət eləsin, onun bu danışdıqca onun bir beyti yadıma düşürdür. Xoş ol zaman ki, yar mənə həmzəban idi, bəzmim cəmalı yar elə rəşki cinan idi. Sultan idim ki, aləmə hökmüm rəvan idi, dövlət qulam idi, mənə bəxtim cavan idi. Can-ı həzinə, aramı can idi, dəmlər o dəmlər idi, zaman ol zaman idi. Gəldi o dəmlər, o dövr mənim yadıma düşdü, yəni çox kövrəldim. Çünki buradan gör nə qədər insanlar köçüb, dünyasını dəyişib. Bu heyətdə o uşaqların arasında ən kiçiki mən idim. Özdə mənim sesimi kəsə bilməzdilər. Deyirdilər ki, ay bala, hələ atlanırsan pləkandan oxuyursan, sonra qaçırsan qapıya oxuyursan, heyətdə oxuyursan, sonra bir sakit ol da. Deyirdim ki, vallahi özü gəlir, bu mənlik deyir, bu oxumaq özü gəlir. İndi mənim o Hikmət oğlum, mən onu görürəm. Mən elə toçun onun kimi bir sarıbəniz uşaq idim, nazik, arıq bir cılız uşaq idim. O Hikmətin hərəkətləri mənim uşaqlığımı yadıma salır. Görürəm ki, çox böyük həvəsi var oxumağa, özü də sesi də var. Deyirəm ki, hə, bu deyəsən mənim elə uşaqlığıma oxşayır, onun gələcəyi olacaq. Olmadı, göydən düşmə oldu. Qoyma qadam, yanında qoyma qadam. Deməli 1954-cü ildə mənim 4 yaşım hələ tamam olmamışdı. Şəhərdən gəldik Əmircan kəndinə. Atamın bu kasıb evinə. O vaxtlarda bu evlər çox gözəl idi. O vaxtki dövrə uyğun tikilmişdi.
Biz gələndə bu heyət bacanın nə hasarı vardı, nə qapısı vardı. Qayalıq bir heyət baca idi. Rəhmətli atan burada çox əziyyətlər çəkdi. Hətta mənim uşaq idim, yadıma gəlir, özü öz zəhmətinlə bu heyət bacanın qayasını, daşını çıxartdı, yerinə torpaq tökdü, ağac əkdi. Yəni bu heyət bacanı abad elədi. Mən bu heyət bacada boya başa çatdım. Əmirəcan kəndində. Bu heyət bacada böyüdüm. 57-58-ci ildə ilk dəfə 84 nömrəli məktəbə qədəm qoydum. 8 il bu məktəbdə oxudum. Bu məktəbdə oxuduğum illər ərzində çox həvəsim vardı musiqiyə. Sinifdə müəllim olmayan vaxtda oxuyurdum. Partaların üstünü çalırdım. Qaval yerinə. Görürdülər ki, mənim həvəsim çox böyüdü bu musiqiyə. Hətta mən heyətdə bir yeşik taxtası tapırdım, üstünə mıx vururdum. Ona məftildən sim çəkirdim, otururdum, güya tar çalıram, çalırdım, oxuyurdum. Yəni bu həvəsimi mənim evdəkilər də gördü. Mənim üçün bir balaca tar aldılar. Bu Suraxanı rayonunda 5 nömrəli musiqi məktəbi var. Apardılar məni ora. Qəbul oldum ora, başladım oxumağa. Həmin illər 1-2 il oxudum, 61-62-ci illərdə Suraxanı rayonunda bizim evə yaxın idi o Duvares. İndi hal-hazırda Səttar Bəhluzadə adına Duvaresli Duvares. Çox böyük Duvaresli. O vaxtlarda gür vaxtları idi. Orada dram dərnəkləri vardı. Sonra böyük ansamblı vardı. Yəni başqa dərnəklər var idi orada. Sabir müəllim vardı, Ramazan o. İlk dəfə tarı tutmağı mənə o öyrətdi. Sonra Allah Teala belə qismət elədi ki, Sabir müəllim mənim sinifimdə konservmestor oldu. Yəni sən bir işə bax, gör, qismətə bax. Ora qaldı biraz. Çeşmi